Gürcü xəngəlini kimlər sevir? Bizim evdə uşaqlığımdan bəri hər zaman gürcü xəngəli hazırlanıb. Həm evdəki, həm də Gürcüstandakı təcrübələrimə əsasən əmin ola bilərsiniz ki, sizə ən dadlı gürcü xəngəli reseptini verirəm. Əvvəlcə onu qeyd etdim ki, ənənəvi gürcü xəngəlinin xəmiri yalnız un, su və duzdan ibarət olur. Restoranda yediyiniz xəngəllərin hamar, parıltılı və elastik olmağının yeganə səbəbi onların xüsusi aparatlar vasitəsilə yoğrulması və preslənərək yayılmasıdır. Una duz əlavə edirəm və soyuq suyu çox ehtiyatla az-az una əlavə edərək möhkəm xəmir yoğururam. Nəyə görə ehtiyatla? Çünki yumşaq xəmiri sonradan nə qədər un əlavə etsək də bərk etmək mümkün olmur. Ona görə də xəmir bəri başdan möhkəm tutulmalıdır. Gördüyünüz kimi quru umac kimi bir xəmir alınır, amma mən bunu yoğura-yoğura bütöv bir hala gətirəcəm. Mənə görə elə gürcü xəngəlinin ən çətin hissəsi bu xəmirin hazırlanmağıdır, çünki biraz güc tələb eləyir. Xəmiri yetəri qədər yoğurdum, artıq hamarlaşdı. İndi isə üzərini bağlayıb dincəlməyə qoyuram. İçliyi üçün çəkilmiş yağlı ətə soğanları blender vasitəsilə incə doğrayıram. Göyərtilərdən əsas kişniş olmaqla onun 1/3 qədər də cəfəri doğrayıram. Ədvə olaraq duz, istiot, qırmızı acı biber və xmeli suni ilə əlavə edirəm. Xəngəlin sulu olmağı üçün ət mütləq su ilə duruldulur. Az qazını durdum, kiçik bir diş sarımsaq da əlavə edin, bu xəngələ çox gözəl dad verir. Xəngəlin əti bu cür sulu və yumşaq olmalıdır. Xəmirimi yayana qədər ətdə bir qədər dada gəlsin. Baxın, əsl xəngəl xəmiri bu qədər bərk, elastik olmalıdır. Şəkilləndirərkən heç una belə ehtiyac yoxdur. Xəmiri kəsib bu cür kündələrə ayırırıq. Kündələrin üzərini bağlı saxlayın ki, yayarkən quruyub çətinlik yaratmasın. Təxminən diametri 15-16 sm olan xəmirlər yayıram. Keçdik xəngəlin bükülmə qaydasına. Burada nəlbəkidən istifadə edirəm ki, ətin suyu bükərkən axmasın. Hər dəfəsində içlik qoyarkən əti qarışdıraraq götürün. Bir-birinin üstünə gələcək şəkildə qatlayıram. Və bağladığımız yeri möhkəm sıxırıq ki, açılıb suyu dağılmasın. Artıq hissəsini də bıçaq və ya mətbəx qayçısı ilə kəsib götürürüm. Xəngəlimiz hazırdır. Unladığım listlərə düzürəm ki, altı yapışmasın. Qaynayan suya duz, daha sonra xəngəlləri atıb cəmi 10 dəqiqə qaynadıram. Xəngəllər şişib bu şəkildə suyun üzünə qalxdıqda demək ki, hazırdır. Gürcülər xəngəli heç bir sosla deyil, sadəcə qara istiotla təqdim edirlər. Hazırlayan hər kəsə nuş olsun. Əsas məsələ, gəlin görək içi nə qədər sulu qalıb.